Bismillahirrahmanirrahim. Rəvayət edilir ki, möminlərin əmiri Əbul-Hafs Ömər bin Xattab radiyallahu anhu demişdir: Mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm: Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey qalacaqdır. Kimin hicrəti Allah və onun rəsulu üçündürsə, onun hicrəti Allaha və onun rəsuluna aiddir. Kimin də hicrəti əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görədirsə, onun hicrəti hicrət etdiyi şeyə aiddir. Hədisi Buxari və Müslim rəvayət etmişlər. Rəvayət edilir ki, Ömər bin Xattab radiyallahu anhu demişdir: Bir dəfə biz Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst başında da səfərdən bir əsər əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət o yaxınlaşıb Peyğəmbər sallallahu aleyhi və səlləmlə üzbəyiz oturdu. Dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: Ey Muhammed, mənə İslam haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: İslam odur ki, Allahdan başqa haqq məbud olmadığına və Muhammedin Allahın rəsulu olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, Ramazan ayını oruç tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən. Adam, doğru söylədin, dedi. Ömər bin Xattab radiyallahu anhu dedi ki, biz ona təəccüb etdik. O həm sual verdi, həm də cavabın doğru olduğunu təsdiqlədi. Sonra o dedi: Mənə iman haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: İman odur ki, Allaha, onun mələklərinə, kitablarına, elçilərinə və axirət gününə iman gətirəsən, ha belə qədərə, onun xeyrinə və şərinə iman gətirəsən. Adam, doğru söylədin, dedi. Sonra o dedi: Mənə ehsan haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Ehsan odur ki, Allaha sanki onu görürmüşsən kimi ibadət edəsən. Sən onu görməsən də, bil ki, o səni görür. Sonra o dedi: Mənə qiyamət saati haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, bu haqda soruşulan, soruşandan çox bilmir. Sonra o dedi: Mənə onun əlamətləri haqqında xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, o vaxt ki, cariyə öz ağasını dünyaya gətirəcək və sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən. Ömər dedi. Sonra o çıxıb getdi. Biz uzun müddət gözlədik. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm məndən soruşdu ki, Ey Ömər, bilirsən sual verən kim idi? Mən, Allah və onun rəsulu daha yaxşı bilir, dedim. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, o Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi. Hədisi Müslim rəvayət etmişdir. Üçüncü hədis. Rəvayət edilir ki, Əbu Abdurrahman, Abdullah ibn Ömər bin Xattab radiyallahu anhu demişdir: Mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. İslam 5 dayaq üzərində qurulmuşdur. Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhammedin Allahın rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq. Hədisi Buxari və Müslim rəvayət etmişlər. Dördüncü hədis. Rəvayət edilir ki, Abdullah bin Məsud radiyallahu anhu demişdir: Doğru danışan və doğruluğu təsdiq edilmiş Rasulullah sallallahu aleyhi və səlləm
bizə belə bir hədis danışmışdır. Sizlərdən hər kəs anasının bətnində xəlq edilərkən ilk 40 gün ərzində nütfə halında, sonraki 40 gündə qan laxtası, daha sonraki 40 gündə isə ət parçası olur. Sonra onun yanına bir mələk göndərilir və bu mələk ona ruh üfürür. Mələyə 4 şey yazmaq əmr edilir. Uşağın ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını. Özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, sizlərdən biri ömrü boyu cənnət əhlinin əməli kimi əməllər edər və nəhayət onunla cənnət arasında bir dirsək məsafə qaldıqda, əzəldən yazılmış qədəri onu qabaqlayar və o, cəhənnəm əhlinin əməlinə bənzər əməl edər və beləliklə də cəhənnəmlik olar. Həmçinin sizlərdən biri ömrü boyu cəhənnəm əhlinin əməlini kimi əməllər edər və nəhayət onunla cəhənnəm arasında bir dirsək məsafə qaldıqda, əzəldən yazılmış qədəri onu qabaqlayar və o, cənnət əhlinin əməlinə bənzər əməl edər, beləliklə də cənnətlik olar. Hədisi Buxari və Muslim rəvayət etmişlər. 5-ci hədis. Möminlərin anası Ayşə radiyallahu anhadan rəvayət edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: kim bizim bu dinimizə aid olmayan bir yeniliyi ona əlavə edərsə, o yenilik rədd edilər. Muslimin rəvayətində isə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: hər kim bizim dinimizdə olmayan bir əməl edərsə, bu əməl rədd olunar. 6-cı hədis. Rəvayət edilir ki, Əbu Abdullah Nu'man ibn Bəşir radiyallahu anhu demişdir: mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Halal da bəllidir, haram da bəllidir. Bunların arasında şübhəli işlər var ki, insanların bir çoxu bunları bilmir. Hər kim şübhəli işlərdən uzaq durarsa, dinini və ismətini qorumuş olar. Kim də şübhəli işlərə dalarsa, harama dalmış olar. Necə ki, çoban heyvanını qoruğun kənarında otarır və az qalır ki, qoruğa girsin. Bilin ki, hər bir hökümdarın qoruğu var. Və bilin ki, Allahın qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin, bədəndə bir ət parçası var. Əgər o islah edilərsə, bütün bədən islah olar. Yox, əgər korlanarsa, bütün bədən korlanar. Bilin ki, bu ət parçası qəlbdir. Hədisi Buxari və Muslim rəvayət etmişlər. 7-ci hədis. Rəvayət edilir ki, Əbu Ruqayyə Təmim ibn Dəvs Əd-Dari radiyallahu anhu demişdir: bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: din nəsihətdir. Biz soruşduq, kimin üçün ya Rasulallah? O buyurdu: Allah üçün, onun kitabı üçün, onun rəsulu üçün, ha belə müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün. Hədisi Muslim rəvayət etmişdir. 8-ci hədis. Abdullah bin Ömər radiyallahu anhuma rəvayət etmişdir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: İnsanlar Allahdan başqa haqq məbudun olmadığına və Muhammedin Allahın rəsulu olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, İslam haqqı istisna olmaqla canlarını və mallarını məndən qorumuş olarlar. Onların gizli əməllərinin haqq hesabı isə Allaha aiddir. Hədisi Buxari və Muslim rəvayət etmişlər. 9-cu hədis. Rəvayət edilir ki, Əbu Hureyra Abdurrahman ibn Saxr radiyallahu anhu demişdir: mən Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitmişəm. Mən nəyi sizə qadağan edirəmsə ondan çəkinin, nəyi də sizə əmr edirəmsə onu bacardığınız qədər yerinə yetirin. Həqiqətən də sizdən əvvəlki ümmətləri çoxlu suallar vermələri və öz peyğəmbərlərinə müxalif olmaları həlak etmişdir. Hədisi Buxari və Muslim rəvayət etmişlər.